Soyunuram. Nə oldu? Bu boyda butiklərdə modellər qalmadı, təqdimatçılar qalmadı, suyunuzu, çörəyinizi götürüb mənim üstümə çıxmısınız. Nə istəyirsiniz, qurban olum? Allahın verdiyi canı məndən Allah alar. Siz məndən nə istəyirsiniz? Kraskanın nömrəsi Allaha and olsun bilmirəm. Kaloris südabə eləyib. Bəli xanım, mən əziyyətimlə eləyirəm. Heç Qurana and olsun bu gün mağazalarda heç kim geyim otağına girmirdi. Hamı mağazanın ortasında köynəyin üstündən geyinirdi ki, ora bizi sıxır, girə bilmirik. Mən bap balaca kutu kimi geyim otağında 20 dənə paltar geyinirəm, soyunuram. Mən əziyyət çəkirəm də bu günləri, qurban olum. Əlbəttə. Siz məcbur deyilsiniz ki, məni izləməyə. Mən bala böyüdürəm, uşaq böyüdürəm. Niyə mərdi qova-qova namərd edirsiniz? Niyə Azərbaycan qadınlarını pozğun kimi tanımaq istəyirsiniz? Niyə əziyyət çəkən qadınlara dəyər vermirsiniz? Niyə Azərbaycan qadınını aşağılayırsınız? Niyə Azərbaycan qadınını söyürsünüz? Siz mənə vapşem nə vermişsiniz, ala bilmirsiniz? Mənə çox maraqlıdır. Bəli, mən çox... Sən mənim əziyyətsiz qazandığımı harada görmüşsən? Harada görmüşsən əziyyətsiz qazandığımı? Az bədbax, mən belə anan qızıyam, Valla. Quran haqqı triko uzun paltar geyinən bir dənə komment yazan yoxdur, bir dənə rəy verən yoxdur. Elə ki, çıx qılan bir damcı qara paltar geyinib, belə-belə eləyirəm, valla 3000, 4000 like vururlar, yarım milyon bəyəni gəlir. Siz yaydığım yuxadan danışın. Yaxşı, mənim. Hədə? Göstərim nə istəyirsən? Xanım, hər iş əziyyətlidir. Mən açıb canlını demirəm ki, mənə pul atın. Tıklayın, pul atın, paxlava pişirim. Mən onu demirəm. Mən Azərbaycanlıyam da, mən Azərbaycan anasıyam, qadınıyam. Mən lap pisəm. Sən niyə gəlib məni təhqir eləməlisən? Səbəb? Neynirəm? Bəlkə sənin evindən çıxardıram, bəlkə sənin pis yola aparıram, bəlkə gəncləri pozuram. Neynirəm ki? Bacı, mən bugün mağazada açıq-saçıq geyindiyim paltar var, xahiş edirəm, diqqətlə qulaq asın mənə. Burada məni söyənlər var, haqqıma girənlər. Bu günləri o kropu tikə, tekstil yerləri var. Başa düşdün ya yox? Mən eləmirəm, sexlər onu tikirlər, bizə verirlər. Məndən mağaza tələb eləmir, açıq-saçıq geyinməyi. Məndən kütlə tələb edir açıq-saçıq geyinməyimi. Bax, and olsun bizi yaradana, bax, bu halal bərəkətimə and olsun. Bağlı paltarlarımın kommentinə, yorumuna, baxışına baxın. Bir də qısa geyindiklərimə baxın. Bazı kütlə bizdən onu tələb edir də. Ben neyim? Gördün, qeybət eləyən kimi canlı qalxdı 2000'ə. Oturup sakitcə canlıya baxıb, canlı qalacaq bir. Bax, bir dənə yardım, biri mənə desin, bax, hansısa bir qazinin yardıma ehtiyacı var, hansısa bir kasıb ailənin ərzaq yardım. Qurana and olsun, mən onu boşum yayına, hamı qaçıb çıxıb gedəcək başqa yayınlara. Ben neyim, bacı, qurban olum, necə qazanım? Bir ömür imtiyazlı ailəyəm. Ailəmin, yoldaşımın nə əli var, nə ayağı var. Birinci qrup müddətsiz əlildir. Bu insan iş görə bilmək iş qabiliyyəti yoxdur da bu adamın. Bəs mən necə qazanım? Neyniyim bacı? Açım bütün günü TikTok'dan deyim, cibüzün pulunu atın mənə, mən də gedim yiyeyim, qarnımı da belə-belə eləyim. Nə olub ki mənə? 1.70 boyum var. Kosmetologlar sağ olsun, cərrahilər sağ olsun. Həkimlər özləri təklif eləyirlər. Bugün bizi siz söyüb belə tanıtmışsınız insanlara, gündəmə siz gətirmişsiniz. Nə olur? Satan-satana məllim deyir. Heç bilmirəm, məktəbdəki məllimə məllim deyim, yoxsa çöldəkinə məllim deyim. Hamını ucuzlaşdırmışsınız, bir söyənlər var, sizə aid də olar. Bir dənə siz bahalısınız. iPhone işlətdim pis yolla, maşın sürdüm pis yolla. Dünənlər sən pişirdiyin paxlava vardı, keçən həftə burada gəlmişdi. Paxlava ilə çarçıdan bir həcə alıb o paxlavanı sənə. Az kül mənim başıma, mən nə qədər səviyyəsiz qadın olaram ki, dilimi 1 manatlıq paxlavanı mənə həcə alıb gətirəm. Az həcə ilə getsin bir arvadına baxsın, sonra gəlsin mənə baxsın. Hacı başqa, həcı başqa. Hacıların adını ucuz tutmuyor. Narahat olma. Əri özünə həccidir. Əlbəttə ki, yaxşı arvadına yaxşı baxan kişi, kişisinə yaxşı baxan arvad, o arvad üçün elə əri həccidir. Burada nə var? Az, mən kimi işləyib əziyyət çəkən qadının arkasında heç bir kişi dayanmaz. Kişi dəlidir, gələməyə pul xərcləyir. Kişi kordur, görmür, bütün günü mən əziyyət çəkirəm. Baxın, yeni paltar gəldi. Bütün günü ayaq üstə. Qrija tutur, girirəm, jirajdivalkaya, oxalayıram, çıxıram. Əyri ayağım lap da əyri bu kablokun üstündə. Az nə edir, həcci mənə pul xərcləyir. Həcci türkü deyə, həcci çox bilir. Bax, o nəzərdə tutduğumuz həcilər. Həcci. Paxlavanı həcci aldı. iPhone-u deyir, həcci aldı. Maşını həcci aldı. Az küt sən başına bir maşın sürürəm ki, bir böyrü yoxdur. Kilo həccin başına ki, o nətər qıyır mənim elə maşın sürməyimə. Hə? Yox, mən boşansam siz gəlib adı mənə yaxsanız yanmaram. Ərim ola utanmırsınız.
İki uşağım, evdə anam, deyirsən həcinin şotuna paxlava yeyirsən. Az sən nə qədər namussuz, qeyrətsiz adam olasan ki, gəlib bu şəhəri böhtanı mənə atasan. Az ayıb deyil, Allahınızdan utanın. Mama, dur qaşır. Böyütdüyün övladından utan. Sən bilirsən mən qəlbimi qırdığın üçün mən hər yastığa baş qoyanda səni mən Allahıma şikayət edirəm. İnanmırsan cənnət cəhənnəmi, Qurana and olsun. Ay bacı, bəs nə işləyim, qurban olum, harada gedim işləyim? Bişirdim də bacı, 8 il tutab bişirdim, belə pis çıxmasın. Namuslu qadın deyirdilər. 3 ildir mənə deyirlər namussuz. Bütün boşananları sən yoldan çıxartmışsan. Bakıda bütün açıq-saçıq geyinənlərin hamısını sən. Bacı, mən də tənqid edirdim bir ara. Mən də deyirdim ki, nötər yanı, yaxşı kişi nötər arvadına qoyar. Sonra oturub düşündüm ki, əşi bu yaxşı kişi demir ki, mən ailələr bu günləri nə üstündə boşanır? Çox ailələrdə niyəsə söhbətlər olur. Bax, bu günləri çatışmamazlıqdan. Qadın onu istəyir, ər də deyir, olmaz. Bu dəqiqə mənim elə bir ətrafımda qadınlar var ki, deyir, ərim məni paltarı deyir, alanda gizlincə alıram ki, ərim görməsin. Mən onu eləmərəm. Bu gün mən evə pul gətirirəm deyirəmsə, mən ərimin qabağında kişilik eləyə bilmərəm, həyatı boyu eləmərəm. Çünki mən evə nə qədər pul gətirsəm də, kişinin o nəfəsi evdə yoxdursa, Allah yenə də deyirəm, bütün dünyasını dəyişənlərə rəhmət eləsin. Yəni, bu gün mən ərimin üzünə vurmaram ki, bu gün bax mən qazanıb gətirirəm. Yox, onun da özünə görə təqaüd alır. Amma mən onun hələ indiyə qədər son 6 ayda Qorxdum səndən. qorxma. Aman olsun. Hələ mən indiyə qədər 6 ayda, son bax bu 6 ayda mən hələ onun təqaüdündən 1 qəpik pul xərcləməmişəm. Elə indirimiz qaçırsan. Çünki mən istəmirəm də, qurban olum. Mən nəyimə lazımdır? Onun dəvəsi, dərmanı ancaq onun özün görür. Mənə nə olub ki, bacı, qurban olum? Niyə Azərbaycan qadınlarını aşağılayırsınız? Geyimin altından yazırlar, ayağı əyri, əyrimçə. Kül bunu bura gətirənin başına. Niyə elə deyirsən? Əynimdə fakt görüb bəyənirsən axı, bacı. Atırsan ki, bundan var, niyə qəbullana bilmirsən? Bax, bacı, vapşım, burada məni söyüb təhqir eləyənlərə deyir sözüm. Nə istəyirsiniz məndən? Maraqlıdır, necə bir olmağımı istəyirsiniz? Hə, ərimin əl-ayağı yoxdur, oturum yanında. Az o Ruslan yeganə var, qızı yıxdı, sürüdüzü, göyçək də qızdı. Oturur əri ilə bütün günü, 2 qızları da oldu. Valla o qıza halal olsun. Bu günləri Ruslanın boyu bu boydadır. Yeganə maşallah bizi kimi qızdır da, 50 ayaqlı, gözəl göyçək qızdır. Halal olsun o qıza. Hələ mən özüm də böyük ürəyin sahibiyəm. Ki mən elə oğlanla bu gün gəlib ailə qurmuşam. Heç qadının eləmədiyini mən eləmişəm. Halal xoş olsun. Bugünkü gündə mən sizin məni primer çəkdiyiniz ailələr kimi ola bilmərəm. Mən bu gün canlını açıb xahiş edirəm. Mənim ərimin əl-ayağı yoxdur. Mənə pul atın, gedim qatıq alım. Mənə pul atın, paxlava alım. Mənə pul atın, bu gün gedim McDonald's-da, nə olar? İzləyicilərim var. Bir vaxtlar oldu da, indi şükür Allaha özün... İzləyicilərim var. Belə sağ olsunlar. Mənim uşaqlarıma hörmət eləyirlər, hədiyyələrini alırlar, göndərirlər. Amma çox sağ olsunlar. Mən onu eləmərəm. Bacı, Allah mənə boy verib, əl verib, ayaq verib. Bu gün mənim ərimin əl-ayağı yoxdursa, sizin dilinizdə, kommentdə yazır. Bu şişəsin belə bəzənmir. Görürsən, bu şişəsilə yatır durur. Ayıbdır. Ayıbdır. Heç o dilə yaraşan sözdür. Neyiniyim? Yatdığım yerdə də çəkim sizə paylaşım. Ərimlə necə yatıb dururam. Çox ayıb olsun sizə, valla. Görürsən, bu ərinə görə özün yıxdırdı. Kimə görə özün yıxdırdı? Nə oldu, ay bacı? Ərsiz qadınlar qadındır, yaşamalı deyirlər onda. Heç bir ölən 40 gün saxlayırsınız ölünün yasını. 40 gündən sonra hər kəs, çünki həyat sizdən bunu tələb edir. O ölü gedəndə arxası ilə sizə əmanət qoyub. O əmanətdən ötürü dözüb yaşamalısınız. Başa düşürsünüz ya, yox. Mən bu günləri, bu platformada canlı açıb deyə bilmərəm. Mənə 1 manat pul atın, mənim ərimin əl-ayağı yoxdur. Mənə nə olub ki? Mən Elnura gələndə bilirdim də Elnurun əl-ayağı yoxdur. Mən kimsə məcbur verməyib ki, mən Elnura gələndə Elnur kirayə qalırdı. Mən Elnurla ailə quranda, mən heç kim mənə ailə verməyib Elnura. Mən özüm öz ayaqlarımla Elnura qulluqçu gəlmişəm, baxıcı olmuşam. Sonra mən ona sual vermişəm, niyə evlənmirsən? Bax, belə olub ha söhbət. Ölməyib, ölməmişəm, şahidim də var. Deyib ki, mənim anam hansı qapıya elçi gedir, deyirlər, oğlun şikəsdir, sən kim qız verər. Mən ondan o sözünə görə ailə qurmuşam, 2 il nəslimi Elnura görə xət çəkmişəm üstündən. Bugün siz gəlib, bu qadına pozğun deyirsiniz. Adama bir sən neynəyərlər, tutub ağzını cırarlar ki, pozğun dediyin qadının sənlə getmişdi. Sənlə getmişdi bəyəm. Yağı qoyun qıraq, qızı. Hə? Yağı qoyun qıraq. Neymiş o yaxsaya qalıbdı orada? Ayağına.
Maşın şəkli ver də. Barışdın nəsli. Əlbəttə ki, 2 uşağım var. Nəslin barışmayıb neyniyəcək ki? Kimə verəcəkdi ki, nəsli mən? Allah bilir, hansı piyanistə, narkomana verəcəkdi, 50 ayaqlıya. Sabah da boşanıb gəlib oturacaqdım yanlarında. Mən onlara elə dərs keçdim ki, dedim mən 50 ayaqlıya gedərdim. Onlar da belə deyəcək, düz boşan dedilər, yox. Dedim elə gəlmişəm də, nə olub ki? Nə olar ki? Mənim onun qabağına bir çay qoymağım sizin bütün xətadan, bəladan Allah